Salam mənim kanalımın seyirciləri. Bugün şair Rəşad Dağlı demişkən Zloy təbim gəlib. Ona görə sizə bir çox şeylərdən danışacağım. Mən ümumiyyətlə özümü aid olduğum xalqın, millətin içində hiss elədiyimə görə heç nəyi gizlətmirəm insanlardan. Qoy insanlar progresiv, inkişaf eləsinlər, qabağa getsinlər. Dəfələrlə demişəm, beyin yarımkürəsi filan boş-boş şeydir. İnsanın 2 dənə avtonom beyni var. Bu beyin yarımkürələrindən biri olmayanda digəri avtonom funksiyonirovat eləyir və insana heç bir məhdudiyyət yaranmır davranışında. İkinci, onu dəfələrlə demişəm ki, zəka, şuur beynin hansı hissəsindədir, o yeri tapa bilmirlər. O yerə aid olan, məsələn, yaddaşa aid olan hissə sol qaşın üzərindən 2 sm yuxarı. Bura biraz möhkəm vur, yıxıl yerə də amneziya olacaqsan. Şuura, zəkaya cavab verən hissəsini təyin eləyə bilmirlər. Bu operator hardadır, kimdir bizi kontrol eləyən, nəysə, sözüm onda deyil. İnsan limitli məxluqdur, insan limitli canlıdır. İnsanın hər bir şeyinin limiti var, hər bir şeyinin. Və bu porsiyalara bölünüb. Əgər sən normal yatmasan, hansısa bir işi keyfiyyətli yerinə yetirə bilməyəcəksən. Sən konkret o dozanı yatmalısan. Bu limitdir. Sən normal qidalanmalısan, su içməlisən, gəzməlisən, gülməlisən, danışmalısan, ağlamalısan. Bu komponentlərdən hansısa biri porsiyaları əksik olanda sən %100 ola bilməyəcəksən. Başa düşürsən? Və görürsən ki, məsələn, bugün 4 saat yatmışsan, sabah 6 saat, öbürsü gün 8 saat. O limit sənin üçün ayrılmış limit dolmayana kimi yemək, içmək, sevmək, ağlamaq, gülmək, sən polnu deyilsən. Sən heç bir işi %100 yerinə yetirə bilməyəcəksən. Mənə inanma, özün öz həyatında eksperiment apar. Görəcəksən ki, yuxusuzsan, acsan, susuzsan, sevgisizsən, əlin heç nəyə yatmır. Yatsa da qul kimi. Başa düşürsünüz? Bu qədər.